Bildirdiyimiz kimi martın 26-sından etibarən moped idarə edənlərdən sürücülük vəsiqəsi tələb olunacaq. Baş Dövlət Yol Polisi İdarəsinin məlumatına əsasən bu qərar moped sürücüləri tərəfindən törədilən yol nəqliyyat hadisələrinin və yol hərəkəti qaydalarının pozulması hallarının qarşısının alınması məqsədini daşıyır. Qeyd olunan tarixdən etibarən moped idarə etmək üçün A1 kateqoriyalı sürücülük vəsiqəsi, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi və dövlət nömrə nişanı tələb olunacaq. İllərdir sənədsiz və qeydiyatsız şəkildə istifadə edilən mopedlər indi rəsmi prosedurlardan keçməlidir. Bu isə xüsusilə gündəlik qazancını çatdırılma və ya fərdi xidmət sahəsində çalışaraq əldə edən sürücülər üçün əlavə xərc və vaxt itkisi deməkdir. Kuryerlər deyirlər ki, imtahan prosesi, qeydiyyat xərcləri və cərimələr onların işinə mənfi təsir göstərəcək. Bəziləri isə hesab edir ki, moped avtomobil qədər riskli nəqliyyat vasitəsi sayılmadığı halda tələblərin sərtləşdirilməsi əlavə yük yaradır. Kuryer işləyənlər, biz tələbələr, gənclərik. Bizdən də hal-hazırda sürücülük vəsiqəsi istəyəcəklər. Onda sığortası, vergisi və sırf buna görə də biz cib xərcliyimizdən gərək bunu verək. Və bu da biz tələbələrə, gənclərə böyük maddi sıxıntıya salır. Yəni başa düşürəm bu qəzaları falan azaltmaq məqsədi ilə edirlər. Haqq da verirəm, amma biz cavanları da başa düşmək lazımdır da. Qəzaya görə, indi düzdür, pisə görə yaxşı da gedir, amma halbuki belə olmamalıydı. Yəni nə oldu, 1 ilə kimi, 2 ilə kimi bir şey yox idi, indi var. Dəhşət çox çətin yaradacaq. Nömrə də bir dərd, o da radarları da var, o da bir dərd. Xərciniz artacaq. Çox. Kuryerlər düşünürlər ki, qərar qəbul edilərkən onların sosial vəziyyəti və qazanc imkanları nəzərə alınmayıb. Niyə moped sürürdünüz, motosiklet sürmürdünüz? Çünki prava söhbətinə görə, cərimələrə görə, məsələn 49 kubdur. Yəni 49 kuba da prava çıxardılar. Cərimələr var, o birisi var, bu birisi var. Valla çox çətindir. İndi bilmirəm gələcəkdə necə olar, necə olmayar. Tələbə, yəni kuryerlər var, yəni ehtiyaclı insanlar var. Baxmadan çətindir, bəli. Bu qərar da yəni çıxdı. Kasıb yəni təbəqədə belə deyək. Çox yəni əziyyət çəkəcək. Prava almaq eləmək çox güman ki, çətin olacaq bu insanlara, bu kuryer qardaşlara da. Amma belə deyək, bizi də düşünən olsaydı, məncə yaxşı olardı ki, bu qədər əziyyət çəkmək olmazdı da. Hamı rahat işləyib ailəsini saxlayacaq. Nəqliyyat məsələləri üzrə ekspert Adil Nəbiyev deyir ki, son illər mopedlərin sayının kəskin artması yol nəqliyyat hadisələrinin statistikasında da özünü göstərib. Onun sözlərinə görə bir çox qəzalar sürücülük təcrübəsinin olmaması, qoruyucu dəbilqədən istifadə edilməməsi və yol hərəkəti qaydalarının pozulması səbəbindən baş verir. Çox təəssüf ki, bizdə qayda pozuntuları çox olur. İki təkərli motosikletlərin və yaxud da mopedlərin iştirakı ilə olan qəzalarda bildiyimiz kimi ölüm hadisələri daha çox olur. Qayda pozuntusu çox olduğuna görə. Məsələn, yolda getdiyimiz yerdə özləri motodromda hiss eləyirlər. 16-15 yaşlı uşaqlar, məsələn, bir nəfər azmış kimi 2 nəfər əyləşir, dəbilqəsiz bir təkərlə qabağını qaldırıb sürürlər. Çox təəssüf ki, bunu yollarda çox görürük və bu da istər-istəməz gətirib nəticə buna çıxardır ki, sürücülük vəsiqəsi tələb olunur. Ekspert vurğulayır ki, nəqliyyat vasitəsinin ölçüsündən asılı olmayaraq yol hərəkətində iştirak edən hər bir sürücü eyni məsuliyyəti daşıyır. Yeni qaydaların əsas məqsədi isə həm moped sürücülərinin, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyini təmin etməkdir. Amma bunun fonunda qazancını bu sahədən əldə edənlərin çətinlikləri də istisna edilmir. Bildiyimiz kimi, kuryer işləyən bir şəxs, onun böyük bir məbləği yoxdur. O motosikleti, mopedi belə icarəyə götürür. Yəni az büdcəli gündə 5-10 manata işləyən tələbələr də belə deyək. Onlar üçün çox çətin olacaq, həddən artıq. Yəqin ki, hesab edirəm ki, şirkətlər görsə ki, azalma gedir, şirkətlərə ziyan dəyər, qazanc azalır. Onlar dəstək olmalıdırlar ki, işləmək istəyən şəxs sürücülük vəsiqəsini ən azından oxumağa kömək eləsinlər, nəzəri praktiki dərsləri oxusunlar, kurslara cəlb olunsunlar. Yəni sürücülük vəsiqəsini almağa, sənədləşməyə kömək eləməlidirlər ki, sonra da işləyə-işləyə yavaş-yavaş əmək haqqından çıxıb köməklik eləyə bilərlər öz işlərinin getməsi üçün. Göründüyü kimi məsələ iki tərəfli yanaşma tələb edir. Bir tərəfdə təhlükəsizlik və intizamın gücləndirilməsi məqsədi, digər tərəfdə isə gündəlik qazancı bu nəqliyyat vasitəsindən asılı olan yüzlərlə insanın narahatlığı dayanır. Nəticəni isə zaman göstərəcək. Yeni qərarlar yollarda təhlükəsizliyi artıracaq, yoxsa sürücülər üçün əlavə sosial yükə çevriləcək? Ayşən Sərdar qızı, Cəfər Qasımov, Xəbər Ertəsi.